Bir neçə aydan sonra 4 ili tamam olacaq Rusiya-Ukrayna müharibəsində digər millətlərin nümayəndələrinin iştirak etməsinə dair xəbərlər də maraqla qarşılanıb. Siyahıda dünyanın əksər ölkələrindən olan millətlərə rast gəlmək mümkündür. Rusiya kəşfiyyatının məlumatına görə artıq Fransada təxminən 2000 nəfərlik hərbi birləşmənin Ukraynada yerləşdirilməsi planı hazırlanır. Sözügedən hərbi kontingentin əsas hissəsini Fransa Xarici Legionunun döyüşçüləri təşkil etsə də, Latin Amerikası ölkələrindən olan hərbiçilərin də heyətdə yer alacağı gözlənilir. Hətta onların bəzilərinin artıq Polşanın Ukrayna ilə sərhəddində təlim keçdikləri də deyilir. Ekspertlərin fikrincə, müharibənin əvvəlində dünyanın müxtəlif ölkələrindən Ukrayna ordusuna qatılmaq istəyənlərin sayı çox olsa da, sonra bu tendensiya dəyişib. Toqquşmaların şiddətlənməsindən sonra cəbhədəki əməliyyatlara qoşulmaq arzusunda olanların sayı azalıb. Beynəlxalq səviyyədə Ukraynada döyüşən əskərləri hələ əvvəlcədən görürdük. Müharibə başlayandan ilk olaraq könüllü döyüşə gələnlər oldu. Bu bir neçə ay davam etdi. Daha sonra döyüşə qatılmaq istəyənlərin sayında azalmalar yaşandı. Təbii ki, müharibənin gözləniləndən çox davam etməsinin bu məsələyə ciddi təsiri var. Xarici könüllülər ilk dəfə 2014-cü ildə Donbasdakı qarşıdurmada Ukrayna silahlı qüvvələrinə dəstək göstərsələr də, 2022-ci ildə başlayan genişmiqyaslı müharibə onların səfərbərliyini xeyli artırdı. 2022-ci ildə isə keçmiş Birləşmiş Ştatlar zabiti Stanislav Krapivik Ukrayna əskərlərinin Fransa, Almaniya və Skandinaviyadan gələn döyüşçülərlə əvəz olunduğunu deyərək onların bir çoxunun Xarkov xəstəxanalarında müalicə edildiyini açıqladı. Analitiklər bildirirlər ki, daha sonra münaqişəyə Birləşmiş Ştatlar, Gürcüstan, Polşa, Böyük Britaniya, Braziliya və Avstraliyadan könüllü döyüşçülər qatılıblar. Məlumata görə bu əskərlər muzlu deyillər. Onlar Ukrayna silahlı qüvvələrinə inteqrasiya olunaraq ölkə vətəndaşları ilə eyni hüquq və vəzifə daşımaqla yanaşı əmək haqqı da alırdılar. Bəzi analitiklərin fikrincə, hazırda Ukrayna tərəfindən döyüşlərdə iştirak edən muzlular cəbhədə xidmət aparmırlar. Məncə, Ukrayna tərəfdən qatılanlar döyüş meydanında olmurlar. Onlar daha çox texnologiya cəhətdən yardım edirlər. Məsələn, PUA-ların idarə edilməsində onların iştirakını görə bilərik. Hətta bir vaxtlar deyirdilər ki, Çinlilər dron texnologiyasından kəşfiyyat məqsədli istifadə etmək üçün Ukraynalılara kömək göstərirlər. Rusiya tərəfindən döyüşən Çinli əskərlər haqqında birbaşa və rəsmi məlumat yoxdur. Amma müharibənin gedişində Ukrayna 2 Çin vətəndaşının Rusiya ordusu sıralarında döyüşərkən əsir götürüldüyünü açıqlayıb. Bundan başqa Şimali Koreyalılar Rusiya sıralarında ən çox sayda döyüşən xarici qrupdur. 2024-cü ilin payızında Şimali Koreyanın Rusiyaya 12 min nəfərlik heyət göndərməsi ilə bağlı məlumatlar yayılmışdı. Daha sonra isə əskər sayının daha da artırılacağı bildirildi. Ukrayna tərəfindən əsir götürülən Şimali Koreya hərbiçilərinin bildirdiyinə görə onlar iş adı ilə Rusiyaya gətirilərək müharibəyə cəlb olunublar. Suriya, Serbiya, Nepal və bəzi Afrika ölkələrinin vətəndaşlarının Rusiya ordusunun tərkibində olmalarına dair məlumatlar var. Son olaraq Rusiyanın Kubadan göndərilən döyüşçüləri ordu sıralarına cəlb edəcəyinə dair xəbərlər yayılıb. Biz dəqiq sayı bilmirik, ancaq bilirik ki, Kubalılar tezliklə Rusiyanın ən böyük xarici hərbi gücünə çevrilə bilər. Ukrayna rəsmilərinin mətbuata verdiyi açıqlamalara görə tezliklə 25 minə qədər Kubalı döyüş sahəsindəki ən böyük xarici kontingent olan Şimali Koreyalıları üstələyərək Rusiya adından döyüşlərə qatıla bilərlər. Müharibənin davam edəcəyi halda hələ çox muzlu döyüşçü müharibəyə cəlb olunacaq. İddialara görə Rusiya tərəfindən ən azı 48 ölkədən gələn muzlular döyüşür. Qərb mediası yazır ki, 2023-cü ilin aprelindən 2024-cü ilin mayına qədər 1300-dən çox əcnəbi Rusiya ordusuna cəlb olunub. Rusiyanın Wagner qruplaşması da müharibənin gedişində mühüm rola malik hərbi birləşmələrdəndir. İddialara görə qruplaşma vaxtaşırı Suriya, Liviya və digər ölkələrdən muzlu döyüşçüləri işə götürərək müəyyən maddi təminat qarşılığında Ukrayna cəbhəsinə cəlb edir.